Sizin münasibətiniz necədir? İslam dini Türk millətinin başına gəlmiş ən dəhşətli bəladır. Türk milləti İslam olmayanda millət kimi millət idi. Bugün bir-birimizi qırırıq biz Türk Özünüzə milləti. fikir verirsiniz. İslam Bəli, elə o İranın özünün hücum elədiyi ölkələr, hamısı İslam ölkələri. Hamısı İslam ölkələrdir. Üstə gəl də, qardaş Türkiyədə böyük bir kəsim Azərbaycana düşmən kəsdi. Nəyə görə? İslama görə. İslama görə, bəli. İslama görə. Xüsusən də bu şiəlik məsələsinə Hə. görə. Yəni Azərbaycanın özündə içində belə bəlli bir kəsim var ki, dövlətə asi olub, Bəli. düşmən kəsilib Azərbaycan dövlətinə. Nəyə görəymiş? Şiəliyə. Görürsünüzmü İslam dininin başımıza gətirdiyi? Nə olub, nə səsini başına atmısan? İslam dini Türk millətinin başına gəlmiş bəla, yox bu milləti əsrlərlə ayaqda saxlayan ən böyük xeyirdir. Nə istəyirsiniz bu İslamdan, bu şiəlikdən? Bu qədər ürəklisinizsə, gedin başqaları cuhudlar haqqında danışında. Görək onda da diliniz belə uzun olacaq. Sənə bir xəbərim var. Öləcəksən və bu təkəbbürlü sözlərinə görə Allaha cavab verəcəksən. Danışanda heç olmaz o günü nəzərə al. Ay Seydə, sən də ki belə düz adamsan. O elə deyəndə İslamı müdafiə et də. Niyə etmirsən? Niyə susub baxırsan? Deyirəm, ürəyiniz o qədər nifrətlə doludur ki, artıq sifətinizdə nur da qalmayıb. Özünüzü yığışdırın.